İyunun 29'unda Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir. Şimal-şərq küləyi gündüz, cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 20-23, gündüz 28-33 dərəcə isti, atmosfer təzyiqi 750 mm civə sütun olacaq. Naxçıvanda gündüz və axşama doğru ara bir az yağıntı ehtimalı var. Temperatur 29-31 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında sabah yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağlıq rayonlarda qısa müddətli güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15, gündüz isə 20-25 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.